Herkese salam. Deməli, yenilik. Bugündən həftənin 5-ci gündür. Mənim bir dənə çəkilişim var qızlar. Digər çəkilişlərimi ləğv eləmişik. Na ruska düşəcəm, sonra başqa vaxt üst-üstə düşəcək də. Bu günlərim ad günüm var. Pərvanənin ad günüdür və Sakuranın mütləq getməliyəm. Mən onsuz da o tərəfdədir. Sakuraya axşam çağı gedəcəm, çəkiliş edəcəm. Oradan çıxıb təbii ki ad gününə gedəcəm. Nəysə. O vaxtda kimin vaxtım var? Evin işlərini görəcəm. Yenə qab, qaşıq, yumaq, yemək bişirmək. Dünə kotlet bişirmişdim, kartuşka bişirmişdim. Kartuşkasını yeyib qutarıblar, kotlet qalıb. Yəni çox idi kotlet. Təzədən yanına yenə kartuşka qızardacağam. Bir də pomidor falan bişirmişdim, o da qalıb. Sonra evi falan təmizləyəcəm. Bunun vlogunu çəkəcəm sizlərə. Belə qızlar, sual-cavab videosu gözləyirsiniz. Onu yüklədim, hazır elədim, yüklədim. Siz ona baxdığınız müddətdə mən də sabaha sizlərə qəşəng vlog hazırlayıram. Uzun vlog olacaq bu səfər ki, həm evi yığışdırmaq, həm axşamki ad günümüzdən. Bəlkə də makyajımı da əlavə elədim içində. Makyajım var əlavə, onu ayrı çəkərəm. Makyajı əlavə eləsəm var. Öyle bir dənə vlogda da. Neysə, onu bir dəfə ayrı çəkərəm. Belə qızlar, başlayayım. Hazırız tez getdim marketdən bazarı verdim. Birinci bunu aldım. Ne almışam? Alma sirkəsi, opşi evi siləcəm. Bunu vedrəyə tökəcəm, suyun içinə. Opşi evi silib təmizləyəcəm. Bilginiz dərindən bu gündən təmizlik gedir. Nəysə, sonra belə bir sifətimiz almışam. Güzəlliğim qalmışdı. Ona görə qızlar, mən göz çıxardım. Sizin xəbərimiz yoxdur, hər şeyi bildirirəm. Bacımız göz çıxardır. Skoç almışam. Unitaz üçün. Salfetkalar almışam. Sonra belə bir üst krem almışam. Demişim, mən dərim çox qurudu. Dedim, yağlı, quru dəri üçün onu verirlər. Duş geli almışam. Özümə, aha bax, hamam xələt almışam. Və ona belə bir saç sürməsini almışam. Bir dənə əlavə edəsini almışam. Bədəm üçün masalkadır. Belə bir masalkadır. Əlcəkdir, bəlkə əlcəyə keçəm. Nəysə, əlcəklər heç olmasa keçəm. Sonra paspas almışam. Evdə sinəyə vardım. Evdəki biraz xarab olmuşdu. Ona xızam. Bunu istifadə edəcəm. Bu ki, evi dərindən təmizləmək lazım olur. Qalıram onda. Ay, qalıram onda sir. Nəysə, sonra burada nə var? Burada da şey var, ayvalatı var. Burada sıra hediye satacağız. Neyse güzel, başlayalım. Mesela bir işim var mı? İşime hamısından var. Birinci dedim karışıka sormaktan başlayayım, kızardım. Dediğim gibi kızlar, patatesi de var, dünenden kızartmıştım. Hamile kızartması da var ama kartuşkasını uşaqlar kartuşkanı da sevir ki. Onun yanındaki kartuşkanı yiyip tutardılar. Ona göre dedim tez birinci uşaqlar acır. Birinci kartuşka soyun. Mikrofon falan da qoşmamışam. Görüb kəsdim, onu da siz qoşayım. Sonra deyəsiniz, səsiniz gəlmir. Mən necə qışqırım ama. Nəsə çəkilişdə də beləyəm. Onun cərbindən ancaq mən mikrofon istifadə edirlər. Yəni, sakin bir qışqıra bilmirəm. Bacarmıram. Ben kartuşkanı kızardım. Sonra başlayayım şu temizlemeye. Saat görürsən neçə oldu. Çatdırım da gəl. Bu qədər şey. Belə sual-cavab videosu xoşunuza gəldi. Tam suallarınıza cavab verdim mi? Onu da gəlsin görək. Ay xanımlar. Sən neçəsini soymuşdum. Çay içmeyi istedim. Balkonda temizleyeyim. Biraz daha. Ne kadar işim var kızlar, ne kadar ne? Herhalde uyanmayayım. Nasıl sorunu koşan o ziyarət geçsin, məncə üstündən gidip. Ancaq belə tez-tez eləyə Yoksa sıfırdan məni eləməyim. Vaxtımı çox aparacaq. Onu qoşun, o geçsin, üstündən də mən gedib. Belə. Balkonda da keçəcək ki, gülüm var, onu da qoymuşam balkona, o da vaxtımı aparacaq. Onu da tütək
içinin səbətin xoşum gəlir, atmaq istəmirəm. Onu da sökməliyəm. Güllərini atmalıyım oyuna. Qatışqanı biləm, deyəsiniz ki, çox qalın soğuşdur. Nasıl qızlar, necə tələsirəm. Mənim rahat günüm yoxdur. Elə deyirdim ki, bu gün rahatdır. Getdim, bunları aldım, vaxtım getdi orada. Görə işim çox aldı. İstidə bu qədər. Şimdi rəxmini yoxlayın. Bugün yazdığınız dostlar, bunun səbəti var. Bundan sonra heyetimiz gəlir. Gəlir. Səs bilməmiş, dəstə etməyəz. Bu istəyirəm ki, sökən səndən deyirəm, video çəkirəm. İstəyirəm ayalı, özü tikanlı gözlüyü. Ay vay ay. Ama səbətinə görə sökəcəm, Allah. Sökəcəm, səbətinə heyetim gəlir. Ay, elim battı. Çana. Kızım gelin tikanlı. Ay. Süper. Balkon yanına koyacağım. Ama bunu temizleyelim. Hazır bakın sallar, bir atasınız. Abi bununla salmak mümkün değil ki böyle. Kız ben mi bileyim de kızıştım taksın. İnanayım, beynime vur bak. Beynime vurup bunu eylemez. Kız olmasın diye videonu dayandırdım. Şimdi sözümüz denk geldi. Bir torba buradan, bir torba buradan. Yeri de göstereceğim, yer batı bir temizleyeceğim. Bu da sebep ama değil. Bu sebete necə əlim gəlsin atım. Sonra indi buranı gedib, birinci gətirim buranı sileyim. Buranından bağlayayım da. 2 paket bakılamız kızım. Bir dəfə bu arada şampun da tökmüşəm. Sirkəli suda, alma sirkəsi də tökmüşəm. Çok qəşəng. Balkonum oldu gül kimi. Gül kimi. Görün bunu. Bu taraftan edeyim. Bu tarafında sileyim. Bizim mənzərəmiz. Burada balkonda bir dənə belə təsərrüm var, onu qoymuşam. Bu tərəfdə açıqdır. Buralara kimi təmizlədim, qəşəng. Hər yeri oldu kimi, geri o tərəfləri təmizləyək. Deməli qızlar, su balkona da keçdim. Göstərəcəm. Buranı da həm süpürdüm, sildim. Balkonları aparım. Təzə dəsmal almışdım, hamam xalat almışdım. Onları da attım maşına. Bura balkona ədyal sərdim. Onu da attım maşına. İplərim nəsə olmuşdu. Onların hamısını qəşəng dolaşmışdı bir-birinə. Onları qəşəng açdım. Bura sərdiyim xalçadır. Onu yudum, sərdim. Bizdə paltar yığılmışın şkafın içindədir, bənkələrdir. Hamam xalatı ilə dəsmal yumuşam, indi onu basacağım. Ondan sonra burada kombinin ləvazimatlarıdır, qazandı. Belə yığacağım, balaca. Görsədim. Pilləkəni qoymuşuq. Bu da bir həyət evlərinə baxır. Bir də həyətimizə baxır. Neyse, buranı da təmizləyib, sonra keçirmişəm evin içinə. Deməli qızlar, indi keçdim uşaqların otağına. Uşaqların otağını bir dənə silməyin özüm siləcəm. Hər şeylərin özlərini yığışdırmışam. Oğlan uşağı olsalar belə düşünməyin ki, yəni o tökməni sən yığmalısan. Uşağı indidən, sabahların gələcəkdə ailəsinə, yoldaşına kömək olmağa və yaxud hardasa oxuyar və yaxud hardasa işləyər, özünü çıxarda bilsin. Baxın, gördüyünüz kimi, indi Həsən duşa girib bir dənə şort kimi burada çıxardı. Hər bir şeylərin özləri sərgiyə salıblar. Hər bir şeylərin. Yerlərinə kimi baxın, özləri yığıblar yerlərində. Yəni, mən bunların otağına bir dənə dərinliyi təmizliyi olanda əl vururam. Ondan qalan hər bir şeylərin tozlarını da öz alırlar. Deməyin ki, oğlan uşağıdır. Mən evdə onlara başqa şey gördürməm, amma öz otaqlarını, işlərini özləri eləməlidirlər. Çünki bilməlidirlər, belə düşünürəm. Sabah mən olmaya bilərəm.
Onlar hardasa işləyə bilər, hardasa oxuya bilər. Biraz bu aşamalarda keçdik. Gələcəkdə yoldaşlarına belə kömək o tipli oğlanları sevmirəm. Eləməlisən, almışam, gətirmişəm elə. Elə şey olmaz. Yəni ki, indidən bilməlidirlər. Şkaflarına kimi özləri səliqəyə salırlar. Neyse, baxın, burada bir dənə bunu çıxardım, atıb. O da gərək indi çıxardım, düşə bilmədim. Qalan hamısını səliqədir. Hər bir şeylər etdirib, Hüseynlər biabr eləməyəcək. Dayan görüm bir. Hə, bu da Hüseynin şkaf. Burada bizdə istəkləri əşk eləməyib. Allah təcəm zətdirəcək. Altdakilər hamısı yaxşıdır. Neyse, belə. Şeyləri falan özlərinə eləmirəm. Ancaq tozlarını alıb səliqə qatda olmalı. Sürməkdir, süpürməkdir. Bunların hamısını bizə özüm edirəm. Mən qızdan yenə keçdim onun otağına. Bu düzgün çəkdim, onun arxasını falan elədim. Mən hər xırdalığa getmirəm də sizə. Belə opşinidə çalışıram, belə görsədən. Videoda indi sual cavabda baxıram yazanlara. Hamı şunu normal yazıb. Biri izləyici yazıb, xoşuna da gəlmədi. Səhvdə reaksiyamı bildirdim. Götürüb yazıb ki, YouTube olmaq o deməkdir ki, yəni ki, bütün ailə şeyi ortaya qoymalısan da. Bax gözələ, bax saadətlə, bax flakirsə, ofeliyə. Onlar elə başlayıblar, elə gedirlər. O qədər çəkənlər var ki, şəxsiyə məcburdur ki, o qədər YouTube'da adam var ki, siz saysanız onun belki də 15%-ni elə ailəli görürsünüz. Qalan hamısının ailəsindən xəbəriniz var. Hamısı tək şərtdir, bu məcbur deyil. 2023 şərtinizdə sən o dəstli bir kökü və ailə və uşağın hamı tanımalıdır. Elə şey yoxdur. Kimin xoşuna gəlib baxsın, xoşuna gəlməyən baxmasın. Əvvəldən Instagram, TikTok mənim uşaqlarımla ailəm tanıyıb, tək məni özümü görə tanıyıblar. Belə də davam edəcək. Məndə yəni ki, budur. Durub elə də sərt reaksiya verir, elə bir məcburam. Neysə, əsəbləşdim onu biraz. Bunu təmizləyim. Baxın. Dedimdən dərindən təmizləyim də. Qızlar, otağımın da yüngül işləri var idi. Onu da dərindən çəkmədim sizə. Yorucu olmasın deyə. Ən çox üst mətbəxdədir. Buranı da silirəm. Silmişəm, tozunu almışam. Buranı da silirəm. Ondan sonra keçirəm. Koridoru deyirəm, ən sonda keçirəm mətbəxə. Çünki oranın işi hədsiz dərəcədə çoxdur. Baxın, səliqəli. Burada gələn səfərdə buranı pastel falan alacağım, səliqəli, sadə bir şey. Pink yox. Gələn səfərdə elə bir şey alacağım. İnşallah bunları da yeniləyəcəm yavaş-yavaş. Belə qızlar. Bir mətbəxə görsədim sizə dəl olun. Hər iki otaq təmizdir. Hər yer orada təmiz olur. Mətbəxdə də uşaqlara yemək falan verdim onlar. Qaşıq falan. Neyse, bura gözümə durur. Deməli qızdan koridoru da təmizlədim. Buranın tozunu aldım, sildim, çıpırdım. Hamamladım, tualetdə dərmanladım hamısın. Buralıq işim qaldı. Bir dənə qaldı mətbəx keçəm bura. Mətbəxə də keçdim. Mətbəxdə soğusun təmizlədim. Qabları qalsın altına. Dedim, cəhdən silmişəm ayının üstündən gedəndə sizi açıram. Dedim, buranı da eləyim, belə, opşim. Sonra başlayayım jüralı olmaq. Saat 4'dür. Mən güya ad gününə gedəcəm. Hələ duş alacağım, hazırlaşacağım. Sonra bir də mağaza var, orada gəlməliyəm. Kipir qaynağına gedəmirəm. Ya təqimə kipir şıxlı olsun, makyajım almalıyam. Neyse, onu almalıyam. Maşınım da ustadadır. Maşınsızam. Gəlib aparacaqlar. Neyse. Ondan sonra gəlib hazırlaşmalıyam. Sakuran çəkilişi var. Sakuran çəkilişini gedib eləməliyəm. Sonra ad gününə getməliyəm. Bu da demək ki, yeşkə başlamışıq. Amma ev bilirsiniz nə oldu? Çiçək kimi oldu qızlar. Evi belə təmizləyib, bütün işimi arxayını görüb hazırlayıb. Burada da rahat oluram ki. Mən gec belə gəlsəm çox rahat oluram ki, evdə onsuz da heç bir işim yoxdur. Gəlin sizə indi tam göstərəcəm. Gecə dəqiqə. Heç bunu qoyulmuşam sizə. Video çəkməkdən sonra stolları qalxızmışam ora. Gül kimi, tərtəmiz, hər yer. Hər yer deməyək də, mən burada işim qalıb. Bunları da bitirirəm. Sonra bir şey, amma bu ara mola yiyim, bir çay içim. Ay,
Evdə mis gibi gəlir. Kondisioner də vurmuşam. Qapılar, pəncərələrə də qəşəng. Qapıları açmışam, pəncərələri örtmüşəm. Ki ev qəşəng sərləsin. Burada dəyişik dərəcədə isti var. Amma belə qəribə istidir. Biraz da küləyi var. Bir də elə bilir. Mikrofonumuzu da qoşduq. İndi başlayıram. Deməli, sonra deyirsiniz ki, bəs bu qədər acı ilə işləmək olar. İstədim ki, bax, qablara şampunlamışam bunları. İstədim ki, acəsiz yuyam. Ürəyimə yatmadı da, yəni. Dedim, bu ad günə gedəcəm, əlimlə yenə dərman iyi gələcək. Əlcək almışam, başlayaq. Çalışacağım, vərdiş eləyəm. Əlim inanırsınız, olsa qurudu. Bu acı ilə işləmək başlayım məhv edir. Çalışacağım ki, qabları ümumiyyətlə acəsiz əlcə ilə yuyum, vərdiş eləyəm. Bəlkə əllərim düzələ. Bu qədər su ilə işləmək olar. Görün nə qədər. Nə qədər iş gördüm ha. Aferin düşürəm mənə. Deməli, mən evdə qalsam, bax sizə deməli, sual-cavab videosu çəkmişəm, vlog çəkmişəm, evin işini görmüşəm. Görün, bir dənə nə qədər iş görmüşəm. Mən prosto çəkilişlərə gedirəm deyə, onun üçün çatdıra bilmirəm də, yəni. Qəşəng. O yer başqadır da. Bəh. Görün. Görün, bacınız nə eləyəcək? Hamısını eləyəm bu kruşkalardır. Hamısının tək-tək kruşkamız da var. Aycan. Yo, açıq qoy, biraz qızsın. Qızsın, sərinəsin. Açıq qoy. Kondisioneri otağım ancaq bağlı saxlayır. Mən də kondisioneri qoşmuşam deyə məcbur edirəm ki, aç. Aç, biraz otaq sərinəsin. Həqiqətən bu axçaşkaları bir dadlı gəlir bu çay bu məndə. Armud stəkanda da sevirəm. Gəl armud stəkan alam, yoxumdur. Bəlkə ondan sonra bu çaşkanın başını buraxam. Buradan yerə tökülür. Sonra bunların hamısı şampunlamışam, amma təzədən də acı eləyirəm. Sonra deməyin ki, başdan getdi elədi falan, yox. Şampunlamışam. Çıxardı. Setkanı da çıxardım, bunu da yaxalayam. Heç bakallara falan ehtiyac yoxdur, yəni çox çaşkalarıdır. Belə. Üstü qəşəng naxışlıdır. Bir sizin almaq istəyirəm, bir pastel almaq istəyirəm. Ağappaq. Amma qəşəng. İstəyirəm bir dənə qəşəng pastel alam. Baxım görəm onu hardan tapıram. Əvvəllər ağ pasteldən uşaq vaxtı həm qorxurdum, elə bildim kəfəndir. Həm də xoşum gəlmirdi, heç xoşum gəlmirdi. Rəngli ancaq sevirdim. İndi qızları yox. Demək olar ki, krem ton, ondan sonra beyaz da sevdiyim yəni bunlardır da. Bunlarda o qədər fərəhlıq tapıram ki. Yorumlarda yazırsınız, ən çox mənim ev iş vloglarımı sevirsiniz. Bunlar ağarsın. Sen üşüyürsən mayka giyin. Nasıl üşüyürüm? Biləsindən deyək ki. Mayka giyin. Qoy sərinəsin sonra. Sərindən mincə örtməyəcək o qapını. Ay maşallah, sizin də 14-15 yaşında olan övladınız var. Yazın görək. Bunlarda bu erkənlik dönəmi belə olur. Ancaq istəyir otağında yesin, qapısı bağlı olsun. Bax belədir də. Nə bilim, bir-iki nəfərdən maraqlanmışam, onlarda da elədir. Ancaq istəyir ki, belə gəzməyə öz yaşıdları ilə getməyi sevir. Balacaları heç başı sevmir, öz qardaşı ilə belə yəni oyun oynamağı sevmir. Dəhşət. Məcbur eləmişəm. Deməli, salmışam duşa, çimiblər. Deyinə, böyük deyinir, balaca yox, böyük deyinir. Axşam çiməcək, yox, indi çiməcəksən. Qəşəng dırnaqlarını falan tutmuşam. Bildiyiniz dərinə verir. Sən niyə bugün hər şeyi dərindən eləyirsən, mən bilmirəm. Mənə gəliblər. Bizdə bək gəliblər.
Burada qəşəng. Ayca. Ana qurban bir 15 dəqiqədə soysun sonra. Ayaqlarım buz oldu paltacı. İnansız o boyda buz olmuyor. Yaxşı 15 dəqiqə soysun deyinmə. Deyinmə yaxşı. Allah haqqı mən də əsəbləşdim. Oradan o mənə deyir, mən onu deyim. Oy. Qəşəng. Şundan da vurum. Bunlar indi biraz qalsın ki ağarsınlar. Yuan kimi sırası durulamayayım da. Bir əlimdə paltarlar dolub. Paltarlar da maşın dayandıqsa atmışam. Bir əlimdə inansız orada olub. Dayanmamışam ki. Deməli, sizcə mən çatdıracağım, yoxsa geçəcəm? Ay qızlar. Sabahçı vlogumuz baya olacaq ha. Təmizlik, sonra ad günü. Sonra deyirsiniz ki, çəkilir. Bax, çəkəndə görürsünüz, yüzdən çəkirəm. Çünki bundan qabaqki axırıncı paylaşmışdım, gözəlgilə xəstə yanına girməyə. O az idi da, saniyə. 8-9 dəqiqə idi. Onun çox qəşəng baxış gəldi, xoşuma gəldi. O xoşuma gəldiyi üçün həvəsləndim. Orada yazmışsınız ki, uzun çəksən baxış yaxşı gəlir. Əksinə qısa çəkdim, baxış yaxşı gəlir. Yalansa sənin. Orada nə iş görürsən? Ana, örtürəm, soyuqdur bura. Bu kadar. Olmadı. Böyle oldu. Acıyla tükürüyü buraya, sonra daxildə krampın içində qəşəng acılıyarım. Yum indi əllərimi. Əlcəklə bax gör nə qəşəng yedim. Afərin mənə. Demək istəyəndə eləyə bilirəmmiş. Neyse qızlar, özüm buna vərdiş elətdirim. Əllərim yanır. Hə qızlarım, burada bitdi. Bütün qablarım hamısını duruladım. Yığdım. Baxın. Hamısı qaldı. Suyu çəkiləcək yerinə qoyacağım. Axşama da yeməyim var. Uşaqlar da yemək yiyəcək, orada televizor var. Onun vaxt dilimləri oraya quraşdıram, qalıb yerdə. Heç olmasa baxmasaq da qalsın da orada. Hədi, gəl. Maşında daxırıncı paltar da yuyulur. Onu da qoyacağım, bunu da doldurdum, bu da qaynasın. Heç bir işim qalmadı. Bu ev vlogun keçirik indi hara? Hazırlaşmağa, duş alım, hazırlaşım. Hazırlaşımınsa bilmə, video çəkərəm, çatdıra bilərəm, bilmərəm. Neyse, olmadı. Ad günündən gələcək video, haydi. Duşdan çıxdım, çıxan kimi üzərliyini də yandırdım, bütün evə uşaqlarıma gəzdirdim. Haçanda eləmirəm, inanın ki, bunun o qədər faydasını görürəm. Yəni, dünənlərin bir şey oldu, daha çıxma verməyəcəm, ona görə bilirəm ki, keçmək istəndi. Onun üçün də dedim, mütləq bu lazımdır, Salih. Belə təsadüq falan da olan hamısını tez-tez çıxardıram, amma yəni belə bugün vlog çəkəcək elə alınmadı. Normalda mən bunları ekləyəndə evdə, telefonda, digər telefonda ruzi, bərəkət, göz, nəfis, nəzər duası bunları da qoşuram. Telefonda oxuyur Quran kəlmələri ilə. Mən də şimdi görürəm. Vlog çəkdiyim üçün onları eləyə bilmədim. İnşallah başqa vaxt eləyərəm. Yəni bunların hamısını eləyib faydasını görəcəksiniz. Kimin üzərinizdə gözü, nəfsi varsa qeyd edeyim ki, bax bununla belə çıxır, yandı, yansın da elə. Instagram
gəldim evə. Necə gedim makiyajımı falan da yuyum, təmizləyim. Paltarımı da dəyişmişəm. Oturum sizə vlogu hazırlayayım. Sabah 6-cı günü yatacağım, istirahət edəcəm. Tezdən öndürüncü gecə olacaq və oyanım hazır videonu paylaşa bilərəm. Amma onu yığmağım vaxt aparacaq. İndidən yığımı hazırlayım ki, sabah sizin üçün paylaşırım. Gecəniz xeyrə qalsın. Hələlik deyirəm. Sağ olun. Sağ olun.